Salam əziz şagirdlər, valideynlər, tarix müəllimləri. Mövzunun izahına keçməmişdən qabaq sizdən kiçik bir xahişim olacaq. Kanalın böyüməsi üçün, daha böyük kütləyə çatmağımız üçün sizin dəstəyinizə ehtiyacım var. Öz sosial şəbəkələrinizdə, WhatsAppda, Facebookda, Instagramda kanalı paylaşsaz, daha çox insan bu kanaldan yararlana bilər. Çünki artıq növbəti ildən yalnız 5-ci sinif yox, bütün dərslər sistemli şəkildə kanala yüklənəcək. Hətta abituriyentlərə kömək üçün bəzi mövzular da yüklənəcək yavaş-yavaş. 6-cı siniflərində artıq bəzi mövzularını yerləşdirmişəm. Yəni, paylaşaq ki, hamı yararlana bilsin. İndi keçək mövzumuza. Bugünkü mövzumuz 9-cu mövzudur. Səlcuqlar və Azərbaycan. Yenə də həmişə olduğu kimi, dərsin sonunda hansı təlim nəticələrinə nail olmalısınız? Siz Azərbaycan tarixi ilə bağlı sadə xronoloji məsələləri həll etməli, eyni zamanda Səlcuqlar və Azərbaycan adlı tarixi hekayə qurmağı bacarmalısınız. Təsəvvür edin ki, 11-ci əsrdəsiz. Azərbaycanın müxtəlif şəhərlərində fərqli qaydalar var. Fərqli pul vahidləri var, müxtəlif ölçü sistemləri var. Bu qarşılıq isə bir gün bir xalqın böyük yürüşü ilə dəyişəcək. Onlar birlik gətirəcəklər. Yeni qanun, yeni pul, yeni qaydalar gətirəcəklər. Bəs 11-ci əsrdə gələn bu xalq kimlər idi? Bu birləşməni kimlər təmin edəcək? Güclü bir türk dövləti olan Səlcuq dövləti dilimizi, mədəniyyətimizi, həyat tərzimizi daha da inkişaf etdirdilər. Bu dərsdə Səlcuqların Azərbaycana təsiri, türk dilinin rolu və mədəni intibah dövrü haqqında məlumatlar öyrənəcəyik. Bu dərs keçmişimizə bir səyahətdir. Bu mövzuda hansı sualın cavabını axtaracağıq? Səlcuqlar Azərbaycana necə gəldilər və Azərbaycana təsirləri nələr oldu? Keçək mövzunun izahına. Azərbaycan qədim dövrlərdən türk yurdu olmuşdur. Müxtəlif türk boyları zaman-zaman buraya axınlar etmiş, tədricən burada yaşayan əhaliyə qaynayıb qarışmışlar. Azərbaycanda məskunlaşan türk boyları içində Oğuzlar xüsusilə fərqlənirdilər. Gəlin kitabımızdakı Oğuzlar haqqında rəvayətə baxaq. Oğuzlar haqqında rəvayət, əfsanə və dastanların toplandığı əsərlər Oğuznamələr adı ilə məşhurdur. Belə dastanların birində deyilir ki, Oğuz türkləri Nuh peyğəmbərin oğlu Yasəfin soyundan törəmişdi. Yasəfin nəslindən olan Qaraxan hökmdar taxtına oturur. Tezliklə onun ağıllı və şahlıq taxtına layiq bir oğlu dünyaya gəlir. Uşaq bir ildən sonra dil açıb danışmağa başlayır. Mən şah çadırında doğulduğum üçün adımı Oğuz qoymaq lazımdır. Oğuz uşaqlığında və böyümə çağında yetkin oluncaya qədər daimi Tanrını anıb ona şükr edərdi. Oğuz hər cür bacarıq və hünərdə ox atmaqda, nizə tullamaqda, qılınc çalmaqda və bilgi sahəsində aləmə örnək olardı. Baxın, uşaqlar deyir ki, yetkin oluncaya qədər daim Tanrını anırdı. Türk xalqları digər xalqlardan fərqli olaraq əllərində yaratdıqları heykəllərə, bütlərə yox, göy Tanrıya inanmışlar. Hətta bayrağımızdakı göy rəng nəyə görə türkçülüyü bildirir? Çünki onlar göy Tanrıya inanırdılar və onun üçün də göy rəng türkçülüyü bildirir. Oğuznamələrin birində Azərbaycan adının yaranması ilə bağlı maraqlı bir rəvayət var. Burada Oğuz xanın yürüşlərindən bəhs edilərək yazılır. Oğuz xan yay aylarında bu vilayətlərin bütün yaylaqlarını, Sabalan dağlarına, Aladağa qədər dağlıq yerləri tamamilə fəth etdi. Orada olduğu vaxt hər kəsin bir ətək torpaq gətirməsini və burada bir təpə düzəltməsini əmr etdi. Öncə xan, sonra bütün əsgərləri bir ətək torpaq gətirib tökdü. Böyük təpə yarandı. Bu təpənin adına
Azərbaycan dedilər. Azər türkcə yüksək, Baycan isə zənginlərin, uluların yeri deməkdir. Bu ölkə bu şəkildə məşhur oldu. Təbii ki, Azərbaycan adının bu toponimiyanın yaranmasından bağlı müxtəlif rəvayətlər, müxtəlif versiyalar var. Mən demirəm ki, yalnız bu versiya düzgündür. Bu da o versiyalardan biridir. Azər türkcə yüksək, Bayqan isə məkan mənasını bildirir. Kitabınızda uşaqlar belə bir şəkil çəkilib. Ümumiyyətlə Oğuzlar 24 boydan ibarət olmuşdu. Hər boyun isə özünün nişanı, özünün təsviri var idi. Hətta bu boylardan bəziləri də xalçalarda da əks olunmuşdu. Oğuzlar haqqında rəvayətlərdən danışdıq. Keçək indi isə əsas hissəyə. Oğuzların məskunlaşdığı ərazilərdən biri də Mərkəzi Asiya idi. Oğuzlar burada güclü dövlət qurmuşdular. Uşaqlar, belə deyək də, biz Asiyanı 3 hissədən ibarət təsvir etsək, bura deyərik Mərkəzi Asiya. Avropaya yaxın olan hissəyə isə Ön Asiya. Avropaya uzaq olan hissəyə isə Uzaq Şərq deyirik. Oğuzların məskunlaşdığı ərazilərdən biri də Mərkəzi Asiya idi. Oğuz xaqanına xidmət edən şəxslərdən biri Səlcuq bəy olmuşdu. O, Oğuzların Qınıq boyuna mənsub idi. Oğuz xaqanı ilə münasibətləri pisləşdiyi üçün Səlcuq onlardan ayrıldı. Səlcuqun varisləri 11-ci əsrdə Səlcuq İmperiyası adı ilə tanınan yeni bir dövlət qurdular. Bununla da yeni Oğuz fəthləri başladı. Tezliklə Səlcuqlar Azərbaycana da gəldilər. Gəlin xəritəyə baxaq. Baxın, Səlcuq dövlətinin paytaxtlarına Nişapur, Rey, İsfahan. Onlar dövlətlərini burada yaratmışdılar. Daha sonra isə fəthlərə başlamışdılar. Bu fəthlərdən biri də hara idi? Azərbaycan. Azərbaycan 11-ci əsrdə Səlcuq İmperiyasının tərkibinə qatıldı. İmperiya nə deməkdir uşaqlar? İmperiya tərkibində müxtəlif xalqları, ölkələri birləşdirən güclü dövlət deməkdir. Səlcuqlar Azərbaycana gələndə Azərbaycanda bir neçə dövlət var idi. Bayaq göstərdiyim xəritəyə istəyirsiniz baxaq bir də. Baxın, Səlcuqlar gələndə Azərbaycanda müxtəlif dövlətlər var idi. Bu xəritədə olduğu kimi. İndi qayıdaq dərsimizə. Pərakəndəlik ölkənin inkişafına mənfi təsir göstərirdi. Yəni, vahid dövlət yox idi. Müxtəlif dövlətlər var idi. Səlcuqlar Azərbaycanın fəthini başa çatdırdıqdan sonra burada vahid çəki, ölçü, pul sistemləri tətbiq olundu. Təsəvvür edirsiniz ki, bazara gedirsiniz, bazarda kartof satan sizdən tələb edir ki, ödənişi dollarla edəsiniz. Digəri tələb edir ki, ödənişi manatla edəsiniz və müxtəlif ölçü, çəki sistemləri olarsa, bu iqtisadiyyatın inkişafına mənfi təsir göstərir. Amma vahid ölçü, çəki, pul sistemi olandan sonra sənətkarlıq, ticarət canlandı, şəhərlərin sayı artdı. Baxın, bunlar hamısı necə yeniliklərdir? Müsbət. Vahid dövlət olandan sonra Azərbaycan üzərinə yadelli hücumların qarşısı alındı. Siyasi sabitlik, iqtisadi inkişaf mədəniyyətə də müsbət təsir göstərdi. Mədəni həyatda intibah, şeylənmə dövrü başladı. Səlcuqlar Azərbaycanda öz soydaşları ilə qaynayıb qarışdılar. Yəni Səlcuqlar da türk idi, Azərbaycan əhalisi də türk idi. Nəticədə türk dili burada yaşayan bütün xalqların ortaq ünsiyyət vasitəsinə çevrildi. Daxili çəkişmələr Avropa dövlətlərinin şərqə yürüşləri zamanı uzun sürən müharibələr Səlcuq İmperiyasını zəiflətdi. Çox təəssüf ki, bir zamanlar möhtəşəm dövrlərini yaşamış bu imperiya 12-ci əsrdə artıq zəiflədi, parçalandı və süqut etdi. Gəlin, Səlcuqlarla bağlı tapşırıqları edək. Yəqin ki, dərsin hissələri sizin yadınızda qaldı.
Səlcuq və Oğuzların hansı boyuna mənsub idilər? Təbii ki, özünüz düşünürsünüz yəqin ki, Qınıq boyuna. Səlcuqlar Azərbaycanda nə tətbiq etdilər? Vahid ölçü, çəki, pul sistemi. Azərbaycanda Səlcuqların gəlişindən sonra hansı dil ortaq ünsiyyət vasitəsinə çevrildi? Təbii ki, türk dili. Siyasi sabitlik eyni zamanda iqtisadiyyatın və mədəniyyətin inkişafına təsir göstərdi. Gəlin başqa bir tapşırıq edək, xronoloji məsələyə baxaq. Bəzz uğrundakı döyüşdən Səlcuq imperiyasının yaranmasına qədər neçə əsr keçmişdi? Bilirsiniz ki, Bəzz döyüşü 837-ci ildə olub, yəni 9-cu əsrdə. Səlcuqlar neçənci əsrdə yaranmışdılar? 11-ci əsrdə. Necə tapacağıq biz bunu? 11-dən 9 çıxacağıq. Növbəti sual. Səlcuq imperiyasının yarandığı əsrə aid bir il yazın. 11-ci əsrə aid yazaq, məsələn, 1038. Düşürmü 11-ci əsrə? Bəli. Adları çəkilən şəxsləri xronoloji ardıcıllıqla düzün. Görək, hansı hökmdar daha tez hakimiyyətdə olub? İranzu, Manna hökmdarı, Atropat. Daha sonra Xürrəmlər hərəkatının başçısı Babək, Azərbaycanı vahid dövlətə birləşdirən Yusif Sacıoğlu, ən sonda isə Səlcuq bəyi keçdik. Başqa tapşırığa baxaq. Səlcuq imperiyası 11-ci əsrdə yaranmışdı. Bəli. Səlcuqlar Azərbaycanda türk dilini rəsmi dövlət dili etdilər. Bəli. Səlcuqlar dövründə mədəniyyət tənəzzülə uğradı. Xeyr. Səlcuqlar Azərbaycanda sabitlik yaratdı. Bəli. Başqa bir tapşırıq. Səlcuqların gəlişindən sonra Azərbaycanda nələr oldu? 8 cümlədən ibarət qısa hekayə yazmalısınız. Səlcuqlar Azərbaycana gələndən sonra oradakı müxtəlif dövlətləri bir dövlətin tərkibinə qatdılar. Yəni Azərbaycanı necə dövlətin tərkibinə qatdılar? Vahid dövlətin. Səlcuqlar gələndən sonra Azərbaycanda iqtisadiyyat inkişaf etdi. Vahid ölçü, çəki, pul sistemi tətbiq olundu. Düşmənlərə qarşı mübarizə asanlaşdı. Hətta iqtisadiyyatın inkişafı, sabitlik mədəniyyətin inkişafına da təsir göstərdi və s. Bu hissəni də özünüz edin. Ümumiləşdirmə və nəticəni çıxardaq. Səlcuqların Azərbaycanı fəth etməsini asanlaşdıran səbəblər nə idi? Çünki Azərbaycanda nə yox idi? Vahid dövlət yox idi. Azərbaycanda müxtəlif dövlətlər var idi, siyasi parçalanma var idi. İkinci səbəb o idi ki, uşaqlar, Səlcuq ordusu həqiqətən də güclü və təcrübəli ordu idi. Eyni zamanda yerli əhali gördü ki, gələnlər də türkdür, gələnlər də müsəlmandır. Ona görə də asanlıqla qaynayıb qarışdılar. Növbəti sual. Sizcə bir ölkədə bir neçə dövlətin olmasının mənfi cəhəti nə ola bilər? Vahid dövlət yoxdursa, vahid rəhbərlik yoxdur, ölkədə qarışıqlıq var. Vahid ölçü, pul, çəki sistemi yoxdursa, ticarət, təsərrüfat, iqtisadiyyat zəif olur. Eyni zamanda vahid dövlət yoxdursa, xarici işğalçıların dövləti asanlıqla tutma təhlükəsi var. Növbəti, vahid dövlət olmayanda milli birlik pozulur, xalq arasında ayrı-seçkilik yaranır, parçalanma baş verir. Ev tapşırığı olaraq sizə mövzunun öyrənilməsini verirəm. Ümid edirəm ki, dərsi tam başa düşdünüz. Əsas burada nələri bilməliydiniz? Səlcuqlar 11-ci əsrdə dövlət yaradıb, Azərbaycana 11-ci əsrdə gəliblər. Gələndən sonra türklər qaynayıb qarışıb, vahid dövlət yaranıb, iqtisadiyyatın, mədəniyyətin inkişafı baş verib. Nəsə başqa sualınız olsa, uşaqlar, yenə də ünvanlaya bilərsiniz, rəylərdə yaza bilərsiniz. Ümid edirəm ki, sizə faydası oldu.